Salam, axşamınız xeyir olsun. Bu günlər mən qarpız mürəbbəsi bişirdim. Qarpız mürəbbəsi qarpızın qalın qabıq qarpızdan hazırlanır. İlk öncə onların qabıqlarını soyuruq. Sonra istədiyiniz forma kəsənlə, necə istəyirsiniz elə kəsə bilərsiniz. Mən kətə kəsənlə kəsdim. Sonra 1 kilo məndə qarpız qabığı alındı. Təmizlənmiş halda sodalı suda saxlayırıq. Yaxşı olar ki, bir gün saxlayasınız, çünki o daha onun belə xırçıltılı alınmasına şərait yaradır. Və qaldıqdan sonra isə bir gün qalır, sonra təmiz sodasını yuyuruq, suyunu süzürük, şərbət hazırlayırıq. 1 kilo şəkər tozu, 3 stəkan su əlavə edib, vamxodda qoyuruq. Şəkər tam əriyəndən sonra qarpız qabıqlarını yuyulub təmizlənmiş qarpız qabıqlarını buraya əlavə edib, hardasa bir 20 dəqiqə qaynadırıq. Qaynadıqdan sonra altını söndürürük. Bir gün belə qalır, şirəni tam canına çəkir. İkinci dəfə yenə isə yarım saat ərzində bişməyə qoyuruq.